Salam əziz tələbələr, İslam tarixi dərsindəyik. Yadımızdadırsa biz keçən dəfə deməli Domatül Cəndəl yürüşünə qədər gəlib çatdıq. Əvvəldə də Zeynəblə Zeydin hadisəsindən və Peyğəmbər Sallallahu ümmət üçün olan fədakarlığından danışdıq. Bugün Domatül Cəndəl yürüşü qısadır, ondan deyim. Ondan sonra bizim mühüm bir mövzumuz var, mühüm bir döyüş var. İslam tarixində ən belə deyək, mühüm döyüşlərdən biridir. O barədə danışacağıq. Domatül Cəndəl yürüşü necə oldu? Deməli peyğəmbərə xəbər çatdı ki, belə bir ərazidə böyük bir dəstə toplaşıb və yoldan keçənlərə əziyyət eləyirlər və Mədiniyə də hücum etmə fikrindədirlər. Ona görə də peyğəmbər 1000 nəfərlik ordu ilə Mədinədən çıxdı. Peyğəmbər istəmirdi ki, onlar qaçsın. İstəyirdi ki, Peyğəmbər onları tərki silah eləsin, onlarla döyüşsün. Ona görə gecələri yol gedirdi, gündüzləri dincəlirdilər. Amma yenə də düşmən onların gəlişindən xəbərdar oldu və Peyğəmbər gələnə qədər onlar artıq dağılışmışdılar. Peyğəmbər ətrafa kəşfiyyatçılar göndərdi, amma onlardan əsər əlamət yox idi. Sonra qaydanda Fəzar qəbiləsindən olan bir nəfərlə müqavilə də bağlayır. Peyğəmbər sonra Mədiniyə qayıdır. Bax, bu bizim Domatül Cəndəl yürüşümüz. İndi həmin dediyim mühüm döyüş Xəndək döyüşüdür. Başqa adına buna Əhzab döyüşü də deyirlər və bilirsiniz ki, Əhzab adında bir surəmiz də var. Əhzab hizb sözünün cəmidir, dəstələr deməkdir. Çünki orada çoxlu dəstələr birləşdilər. Yəni dünənə qədər müşriklərlə, yəni Məkkədəki Qureyşlə Mədinədə olan İslam ordusu döyüşürdüsə, artıq bu dəfə fərqli bir belə deyək, döyüşçülər gündəmə gəldi. Bütün İslam düşmənləri, Peyğəmbərin düşmənləri əl-ələ verdilər. Məsələ necə başladı? Dediyimiz kimi Peyğəmbər Bəni Qureyzə, Bəni Nəzir qəbiləsini də artıq Bəni Qeynuqa getmişdi. Sonra Bəni Nəziri də Peyğəmbər sallallahu Mədinədən qovdu. Ondan sonra onlar çox kinli idilər və bir hissəsi Xeybərə, bir hissəsi Şama köçdülərsə də, amma o kinləri ucubatından hansısa bir işləri görmək istəyirdilər. Peyğəmbərdən əvəz çıxmaq istəyirdilər. Getdilər Məkkəyə, Qureyş başçıları ilə görüşdülər. Dedilər ki, biz sizi bütün maddi cəhətdən biz sizi təchizat eləyə bilərik və istəyirik ki, siz onlarla döyüşəsiz. Həmçinin biz də sizə kömək eləyəcəyik və deməli Mədinə yaxınlığındakı Yahudi döyüşçüləri də sizə qoşulacaqlar. Nəyə gücümüz çatırsa hamımız əl-ələ verək və müsəlmanları, İslamı bir dəfəlik aradan aparaq, çıxsınlar, getsinlər. Çünki onlar sizin də, bizim də düşmənlərimizdir, bizi də yer yuvamızdan eləyiblər, sizə qarşı da bir təhlükədirlər. Orada əsas da kim idi? Bəni Nəzir başçılarından Səlləb ibn Əbülhüqeyq və Hüyey ibn Əxtəb. Xüsusən də Hüyey ibn Əxtəb. Deməli, orada soruşur, Qureyşdən olanlar soruşurlar ki, bəs axı bunların əqidəsi sizin əqidənizlə eynidir. Yəni, siz hər ikiniz müvəhhid. Müvəhhid yəni tohid sözündəndir də. Yəni, tohidçi bir etiqaddadısınız. İkiniz də Allahı qəbul edirsiniz falan. Necə olur ki, siz bizə tərəf gəlirsiniz? Onlar maraqlı söz deyirlər. İmansız söz deyirlər. Deyirlər ki, sizin kimi müşriklik, yəni bütpərəstlik onların dinindən daha yaxşıdır. Buna hətta Qureyş də təəccüblənir. Sonradan maraqlı ki, bu alim yazır ki, kitabımızın müəllifi yazır ki, doktor İsrail Ərəbistan və Yəhudi tarixi əsərində yazır ki, həmən dönəmdə Yəhudilərin elə bir səhvi etməyə heç bir hüquqları yox idi. Düzdür ki, Qureyş böyükləri də cavab mənfi olacağı təqdirdə də müsbət cavab verməyəcəkdir. Ancaq hər halda Yəhudilər müşriklərə müraciət etməməlidirlər. Çünki bu Tövratın təlimlərinə də ziddir. Yəni, tarixə düşmüş onların bu addımı onu göstərir ki, bir insan, yəni bir toplum
səndən eyni etiqaddadır. Yəni onlar da Allah deyir, onlar da ruh deyir, onlar da axirət deyir, onlar da yaxşı əməl, pis əməl məsələsini deyir. Amma bunlar isə bütpərəstdir, müşrikdir. Sən öz kinin ucbatından, sən öz kininə görə, sən öz xəbasətinə görə gedib müşriklə əl-ələ verib, onlarla döyüşmək istəyirsən, heyf çıxmaq istəyirsən və onlar deyəndə ki, axı siz eynisiz, deyir ki, sizin dininiz, yəni bütpərəstlik İslamdan, o təvhidçi dindən üstündür. Görsən nə qədər xəbis bir insansan, sənin nə qədər bir xəbasətin vardır. Və sonra da bilirsiniz, o dönəmdə Machiavelli etiqadı, yəni nəzəriyyəsi yox idi. Machiavelli nəzəriyyəsi bilirsiniz də nədir? Parçala, hökm sür. Yəni başqa sözlə belə deyir Machiavelli. Parçala, hökm sür budur ki, yəni nəyə gücün çatırsa, nə eləyə bilərsənsə elə, tək ki sən hakimiyyət sənin əlində olsun. Başqa bir sözlə belə deyir. Deyir ki, məqsəd bütün vasitələrə bəraət qazandırır. Yəni mən bir məqsəd üçün gedirəmsə, hansı vasitədən istifadə etsəm problem deyil. Amma əvvəllər belə olmayıb. Yəni əvvəllər bütün o məsələlərin hamısı kişi sözü deyilən bir məsələ olub tarixdə. İnsanlar, döyüşçülər, dövlətlər bir-birləri ilə kişi sözü ilə rəftar ediblər vaxtı ilə. Amma sonra belə nəzər Machiavelli kimilərinin nəzərinə əsasən hər hansı yola əl atırsansa at, sən təki qələbə çal. Əlbəttə, müharibə hilələri deyilən bir şeylər var. Amma bu insafa, bu insanlığa zidd olmayan bir şeylər olmalıdır. Yəni, onlardan biri budur ki, gərək xəyanət etməyəsən, onlardan biri budur ki, nə bilim, arvad, uşaqlar, qocalar amanda olsun. Məsələn, bu döyüşdə Peyğəmbər onlardan, İslam ordusu onlardan bir nəfəri öldürür. Əbu Süfyan qorxur ki, necə bunlar Həmzəni müslə eləmişdilər, burun qulağını kəsmişdilər və s. Qorxur ki, onu da belə eləyərlər. Ona görə Əbu Süfyan pul təklif eləyir. Bir xeyli dinar pul təklif eləyir. Peyğəmbərə bu xəbər çatanda Peyğəmbər deyir ki, qəti şəkildə pul filan götürməyin, onun nəşini verin, getsin. Yəni bizə ehtiyac yoxdur belə şeylər. Onlar eləyiblər, biz heç müslə eləmərik. Heç müslə eləməriksə də onun əvəzində pul da almarıq. Görürsüz, yəni müharibə eləyəndə də insan belə deyək də kişi kimi döyüşməlidir, kişi kimi belə deyək əməl etməlidir. Müqavilə bağlayıbsa ona riayət etməlidir. Heç vaxt olmadı ki, Peyğəmbər bağladığı müqaviləni pozsun. Heç vaxt belə olmadı. O vaxtı Peyğəmbər müqaviləni pozdu ki, məsələn, Yahudilərlə. Onlar əvvəlcə müqaviləni pozdular, ondan sonra da Peyğəmbər onları tərk silah elədi. Yəni, əvvəl bir dəstə pozdu, ondan sonra artıq, onda da pozdu olmur, Peyğəmbər pozdu olmur. Artıq onlar pozmaqla müqaviləni sanki ayaq altına atmış olurlar. Növbəti mərhələdə Peyğəmbər belə edir. Hər halda, deməli, buna aid hətta Quranda da ayə gəlir. Deməli, bunların belə deməsi səbəb olur ki, onsuz da Qureyş üçün də, Məkkəlilər üçün də Peyğəmbər, İslam ordusu bir düşmən idi və bir problem idi, təhlükə idi. Ona görə də onlar da razılaşırlar və sözləşmələri belə olur ki, kimin müttəfiqi varsa bu döyüşə çağırmalıdır. Deməli, Bəni Nəzir başçıları Qureyşin qəbul etdiyini eşidən kimi, onlar İslamla qatı düşmən olan Qətəfan qəbiləsini də döyüşə təhrik eləyirlər. Qətəfan qəbiləsindən Bəni Fəzarə, Bəni Mürrəv, Bəni Əksə tayfaları da qələbədən sonra Xeybərin birillik məhsulunu onlara çatacağı şərti ilə onlar da Yahudilərə müsbət cavab verirlər. Başqa bir tərəfdən də Qureyş də öz müttəfiqləri Bəni Səlimlə, Qətəfan da müttəfiqi Bəni Əsədi də bu döyüşdə iştirak etməyə hazırlaşdılar. Demək olar ki, bir çox qəbilələr, İslamı özünə düşmən bilənlərin hamısı bir yerə birləşirlər və beləliklə Mədiniyə tərəf üst tuturlar. Təqribən 10.000 nəfər adam olur. 10.000 nəfər deməli döyüşçü olur. Peyğəmbər sallallahu xəbər çatan kimi ki, onlar belə bir
çox ordu ilə, güclü ordu ilə gəlirlər. Peyğəmbər sallallahu yenə də həmişəki kimi bir müşavirə təyin edir. Əvvəllər demişəm, yenə də yadınıza salıram ki, Peyğəmbər bu müşavirəni istəyirdi ki, həm belə bir adət-ənənə qalmış olsun. Ümumiyyətlə bu ağla uyğundur. Düzdür ki, peyğəmbərə ilham gəlir, vəhy gəlir. Peyğəmbər onların hamısını yaxşı bilir. Amma peyğəmbər çox şeydə onların öz ixtiyarlarına qoyurdu ki, belə olmasın ki, ancaq hər şey peyğəmbərin üzərində olsun. Həm onların özləri də birbaşa hadisənin içində olsunlar. Bundan əlavə həm də onlara belə deyək ki, müzakirə etmək və bahəm fikirlər gündəmə gətirmək üçün onlar üçün şərait yaradırdı. Və belə bir məsələlər elə bir adət-ənənə halına düşdü ki, peyğəmbər dünyasını dəyişəndən sonra da 1-ci, 2-ci, 3-cü xəlifənin dövründə də hətta belə görüşlər oldu. Peyğəmbər onları peyğəmbərdən bax bunu öyrəşdilər və həmişə bu görüşləri keçirdilər və bunun nəticəsində də xeyrə çatırdılar. Belə bir müzakirələrdə sanki bir-birlərinlə müzakirə etməklə ən xeyirli nəticə nədirsə onu götürürdülər. Yenə də həmin bu görüşlərdə müxtəlif fikirlər səsləndirildi. Bəziləri dedilər ki, biz Mədinənin daxilində onları qarşılayaq. Amma bu fikri çoxu qəbul etmədi və Salman Farsi İranlı idi. O dedi ki, İranda Sasanilər deməli belə bir taktikası var. Gücləri çatmayacaq və yaxud da düşməni yaxınlaşmağa qoymasınlar deyə xəndək qazarlar. Belə bir taktika onlarda var və bu xeyli düşmənin qarşısının kəsilməsinə, irəliləməsinə mane ola bilir. Ona görə də biz də Mədinənin kənarında, ətrafında xəndək qaza bilərik. Bu fikir hamının xoşuna gəldi və Peyğəmbər də bunu qəbul elədi. Başladılar, deməli, artıq xəndəyi qazmağa. Peyğəmbər sallallahu yerləri özü şəxsən getdi, təyin elədi. Uhud dağından Raticə qədər xəndək qazılmasını əmr verdi. Hardan qazılmalıdır, necə qazılmalıdır və bütün qoşunu, Peyğəmbərin 3000-ə yaxın döyüşçüsü var idi. Onun hamısını deməli bölüşdürdü. Hamı bərabər şəkildə xəndəyin qazılmasına başlamalıdır. Oradan da çox çətin bir məsələ idi. İndi mən deyəcəm nə qədər təqribən 5 kilometr yolu idi, 5 kilometr yolu idi və dərinliyi 5 metr, eni də 5 metr xəndək. Yəni xəndəyin eni də 5 metr idi, 5 metr bilirsiniz nə qədərdir, təqribən bilirsiniz də. Və dərinliyi də 5 metr idi, yaxşı, və uzunluğu da 5 kilometr idi. Neçə günlər çox əziyyətlə, özdə həmin vaxtlar Mədinədə qıtlıq idi, çox çətinliklər, maddi sıxıntılar, ərzaq problemləri var idi. Mədinənin varlı adamları o xəndək qazanlara kömək edirdilər. Möminlər hamısı bir yerdə deməli o xəndəyi qazmaqda iştirak edirdi. Peyğəmbər sallallahu ilk külüngü özü yerə vurdu. Və Əleyhissalam da Peyğəmbər özü qazırdı, Əleyhissalam da torpağı kənara atırdı. Yəni Peyğəmbər özü şəxsən burada iştirak edirdi. Yadınızdadırsa bəzi xanım Zəhra ilə bağlı xütbələrdə demişəm, kitabınızda yoxdur. Bir gün xanım Fatimə Zəhra bir çörək bişirib gətirir. Peyğəmbərə atasıdır da ki, ya Rəsulullah buyur. Peyğəmbər əlini saxlayır, o çörəkdən dişləyir, yemək deyir ki, qızım Allah səndən razı olsun. 3 gündür mənim boğazımdan yemək keçmirdi. 3 gündür Peyğəmbər özü şəxsən qazır. Ən çətin yerlərdə bəzən qayalar olurdu filan, Peyğəmbəri çağırırdılar. Peyğəmbər gəlirdi, ya göstərişi ilə, ya özü şəxsən o qayaları dağıdırdı və bu işi görürdülər. Görün, həqiqətən də Peyğəmbərin əziyyəti həddindən artıq çoxdur. Yəni, çünki onlar bir dəfəlik gəlib,
Peyğəmbəri və müsəlmanları birdəfəlik aradan aparmaq istəyirdilər. Məqsədləri bu idi ki, bütün qəbilələr əl-ələ versin. Çünki Peyğəmbərlə təkcə Qureyş döyüşəndə belə deyək ki, bərabər olurdular təqribən. Yaxşı, Bədirdə bunlar qalib gəldi, Uhudda onlar qalib gəldi. İndi digər qəbilələrin də çoxalması və bunlar 3000 olduğu halda onlar 10.000-dirsə, onlardan 3 dəfə və 3 dəfədən də artıq çoxdular. Deməli, İslamı tamam aradan aparmaq istəyirdilər. Hz. Muhammed əleyhissalam bax bu qədər narahat idi ki, yəni Mədiniyə gəlməsinlər, həm müsəlmanlar öldürülməsin. Bunlar hamısı həm də ki, Peyğəmbərin öldürülməsi İslamın aradan getməsi idi. Ona görə də Peyğəmbər gecə-gündüz qazırdılar. Yəni çox böyük bir iş idi. Çox böyük, əziyyətli bir iş idi. Və Peyğəmbər xəndəyi qaza-qaza üz gözündən tər axırdı və elə hey deyirdi ki, əsl həyat axirət həyatıdır. Ondan sonra mühacirlə ənsarın necə işlədiyini görürdü. Elə hey özü işləyirdi, amma onlar da dua eləyə işləyirdi. Dedi ki, ilahi, mühacirlə ənsarı bağışla cinan ilahi. Onlar yəni bax İslamı qorumaq üçün belə əziyyət çəkirdi. Halbuki özü hər kəsdən artıq əziyyət çəkirdi. Yaşı çox olan bir adam idi, amma müsəlmanların heç birindən geri qalmırdı. Və demişdi ki, 3 dənə Yahudi qəbiləsi yaşayırdı Mədinədə. Bəni Nəzir, Bəni Qeynuqə və Bəni Qureyzə. Bəni Nəzirlə Bəni Qeynuqə xəyanət elədiklərinə görə Peyğəmbər onları qovmuşdu. Bir dənə Bəni Qureyzə qalmışdı. Onlar da həm o əvvəl qovulanlardan xəbər varlardı ki, onlar xəyanət elədiyinə görə belə eləyirdilər. Həm də indi birazdan da deyəcəyik ki, onların başçıları Kəb onlara xəyanət təklif olunanda deyirdi ki, biz bu adamdan pislik görmürük. Bu adam bizlə yaxşı da yola gedir, ona görə biz xəyanət etmək istəmirik. Ona görə də xəndəyin qazıntısında da Yahudilər müəyyən avadanlıq və qazıntı alətləri ilə gedişata yardım eləyirdilər. Bax, hətta burası da var idi. Çünki onlar zaten o qəbilə Peyğəmbərin xilafəti daxilindədir də, yəni Peyğəmbərin hakimiyyəti altındadır. Peyğəmbər zaten onları qoruyur və müqavilələri də var. Ona görə onlar da Mədiniyə hücumun qarşısını almaq üçün təbii ki, kömək etməli idilər. Və tarixdə keçir ki, Peyğəmbər gecə-gündüz oradan ayrılmırdı. Bəziləri münafiqlər müxtəlif bəhanələrlə qaçırdılar. Zaten işləməyə həvəsləri yox idi, çünki İslam onların umurunda deyil idi. Amma möminlər çox həvəslə işləyirdilər. Bəzi zəruri hallarda, üzürlü məqamlarda Peyğəmbərdən icazə alıb işlərinin ardınca gedirdilər, sonra yenə də qayıdırdılar. Deməli, müşriklər gəldilər, ümumiyyətlə həmin o müsəlmanların düşmənləri gəldilər, Uhuda çatdılar, gördülər ki, heç bir əsər əlamət yoxdur. Biraz da irəlilədilər, gəldilər Mədinənin yaxınlığına çatanda gördülər ki, qəribə bir hərbi taktika görünür ki, yəni təqribən 5 metr enində, 5 metr dərinliyində və 5 kilometr ərazi tamam qazılıb. Yəni buradan o tərəfə adlamaq mümkün deyil və özləri də müsəlmanlar Səl dağında oranı qorumaqla məşğuldur. Səl dağında keçmək istəyənlərə qarşı ox atacaqlar və s. və ilə axır. Yəni eyni zamanda hər bir yerdə də o 5 kilometrdə də mühafizəçilər var. Yəni kimsə necəsə keçmək istəsə, ona da təbii ki, mane olacaqlar. Tarixdə keçir ki, Xalid ibn Vəlid 200 nəfərlə yaxınlaşmışdı ki, keçsinlər, amma mühafizəçilərin sayəsində Xalid ibn Vəlid keçə bilmir, xəndəyi adlaya bilmir. Və onlar başa düşürlər ki, Peyğəmbər sallallahu bunu hansısa bir İranlı ilə məşvərət zamanı deyib və o neynir? Onlar təəccüblə də olsa qarşılayırlar və artıq bir aya yaxın orada qalırlar. Sanki mühasirə kimi orada qalırlar ki, necəsə İslam ordusunu tərki silah eləsinlər, onları yəni bu taktikasını
hansısa yolla aradan aparsınlar. Bir aya yaxın orada qalırlar, amma heç bir nəticə alınmır. Bu arada mən bəzi döyüşçülərlə bağlı rəqəmləri də sizə deyim. Deməli, Muqrizi İmtahul Əsmada yazır ki, Qureyş 4000 döyüşçü ilə 300 atla 1500 dəvə ilə gəlmişdi. Bəni Səlim isə 700 döyüşçü ilə Mərru Zəhranda qoşulur onlara. Bəni Fəzarə tayfası 1000, Bəni Əksə və Bəni Mürrə tayfalarının hər biri 400, digər tayfa və qəbilələr isə 3500 döyüşçü ilə döyüşə gəlmişdilər ki, bunların da cəmi sayı 10.000 nəfər eləyir. Və dediyimiz kimi Mədinədə qıtlıq idi, ərzaq qıtlıq var idi. Ümumiyyətlə qış fəsli olsa da quraqlıq keçirdi. Eyni zamanda da 10.000 nəfər düşmənin qoşununda kəs var idi, 10.000 nəfər və eyni zamanda onların heyvanları da var idi. Bir ay onların gətirdikləri ərzaq artıq tükənmək üzrə idi. Çünki onlar bir ay belə mühasirə saxlayacaqlar kimi fikirləşməmişdilər. Fikirləşmişlər, gələcəklər, döyüşəcəklər, onları qılıncdan keçirdib qayıdacaqlar. Amma bir ay belə qalmaları artıq yavaş-yavaş onları məyus eləyirdi. Bir ay qalmışdılar, heç bir iş görə bilmirdilər. Ona görə də artıq onlarda bir ruh düşkünlüyü yaranmışdı və bu işdən əl çəkmək istəyirdilər. Xüsusən də o qəbilələr ki, düzdür, onlar İslamı özlərinə düşmən bilirdilər, amma maddi marağa görə gəlmişdilər. Bu dəfə maddi maraq da ələ gəlmir axı. Yəni onların maddiyyət tərəfi də ələ gəlmir deyə artıq onlar belə çətinliyə dözə bilmirdilər və getmək istəyirdilər. Bu dəfə Hüyey ibn Əxtəb, həmin o Bəni Nəzir qəbiləsinin rəhbəri dedi ki, müşriklərə dedi ki, mən başqa bir planım da var. Bəni Qureyzə ki, Yahudi tayfalarındandır da, Mədinənin daxilindədir axı. Bu dəfə başqa bir taktika quraq, Mədinənin daxilindən bir çaxnaşma yaradaq. Necəsə, yəni bu ya xəndək məsələsini həll eləyək, ya daxildən bir çaxnaşma yaradaq. Axır ki, nəsə bir şey eləməliyik. Çünki bir aydır buradayıq, heç nə eləyə bilmirik. Hüyey ibn Əxtəb getdi Bəni Qureyziyə, yaxınlaşdı qala divarlarına, Kəb adında oranın bir başçısı var idi. O dedi ki, qətiyyən qapını açmayın. Sonra Hüyey ibn Əxtəb də biraz hiləgər insan idi. Ona dedi ki, sənin biraz çörəyini yeyəcək, bundan narahatsan, ona görə açmadın. Bu söz Kəbə toxundu, açdı, o da gəldi içəri. İçəri gəldi, hilə ilə gəlmişdi. Kəbə demək istədi ki, Kəbə dedi ki, mən bir dünya dolu sevinclə gəlmişəm. Biz 10.000 nəfərik. 10.000 nəfər döyüşçü ilə gəlmişik, İslamı aradan aparacaq. Sadəcə bunların xəndəyini keçə bilmirik. Sən Mədinənin daxilindəsən, sən belə bir işlər görsən, bir dəfəlik olaraq bizim düşmənimiz aradan getmiş olar. Kəb ona dedi ki, sən bir dünya bədbəxtçiliklə mənim üstümə gəlmisən. Mən onlarla müqaviləni pozmaq istəmirəm, sizin aqibətiniz də mənim gözümün qabağındadır. Həm də mən bu kişidən heç vaxt bir pislik, narahatçılıq görməmişəm. Ondan sonra Hüyey deməli dedi ki, Hüyey ibn Əxtəb ona dedi ki, mən sənə elə bir şeylər vəd verirəm ki, sənin xəyanətin, müqaviləni pozmaq xəyanətin onun yanında heç nədir. Bu vaxtı bir nəfər gəldi, dedi ki, bir nəfər orada Yahudi başçılarından başqası var idi. Zübeyir Bata adında bir yaşlı qoca kişi idi. Dedi ki, mən Tövratda oxumuşam ki, Məkkədə bir peyğəmbər çıxıb Mədiniyə hicrət eləyər və onun dini bütün dünyanı bürüyər. Ona hər hansı bir ordu müqavimət göstərmək istəsə məğlub olar. İndi həmin adam Muhammed peyğəmbərdirsə, onda biz ona qalib gələ bilməyəcəyik. Bunu dedi, istəyirdi Kəbə eşitdirsin də. Hüyey ibn Əxtəb dedi ki, belə bir şey var Yahudi kitablarında, amma bu Muhammed deyil. Çünki Muhammed İsmail övladlarındandır. O isə İshaq övladlarından olacaq. Bilirsiniz də, Yahudilərlə belə məsələlər var, hətta əhl-i sünnətlə də. Hər halda bu mövzulara girmək istəmirəm. Axır ki, Hüyey ibn Əxtəb Kəbi müqaviləni pozmağa
vadar eləyə bildi. Öz yağlı dilini işə saldı və ona çoxlu vədələr verdi və artıq Kəb Bəni Qureyzənin belə deyək xəyanətinə razılıq verdi. Peyğəmbər sallallahu bundan xəbər tutdu. Xəbər tutan kimi çox narahat oldu. Çünki özü Mədinənin kənarında bütün İslam qoşunu hamısı orada o 5 kilometri mühafizə eləyirlər. Mədinədə isə demək olar ki, döyüşçü yoxdur. Ona görə çox narahat oldu. Onlar isə Bəni Qureyzə isə Mədinədədir də, bu qəbilə Mədinənin daxilindədirlər. Ona görə çox narahat oldu. Səd ibn Məazla Səd ibn Übadəni, onların hərəsi Ovs və Xəzrəc qəbiləsinin başçıları idilər. Göndərdi Mədiniyə. Amma Peyğəmbər onlara nə dedi? Dedi ki, gedin, gələndə görsəz ki, bu xəbər yalandır, onda elə hamının yanında açın deyin. Amma desəz, bilsəz ki, birdən bu xəbər düzdür, Bəni Qureyzə də artıq xəyanət etdi, bunlar da pis iş görməklə məşğuldular, onda mənə birbaşa deməyin. Çünki ordunun əhval-ruhiyyəsi xarab ola bilər. Mənə mesaj şəklində deyin. Yəni, məsələn, belə deyin, əzul və qarra. Belə desəz, mən başa düşəcəm. Onlar da gəldilər, əzul və qarra dedilər. Bu, İslam təbliğatçılarının adı idi. Belə deyəndə Peyğəmbər başa düşdü ki, deməli, Qureyzə, Bəni Qureyzə də artıq xəyanət eləyib. Ondan sonra Peyğəmbər sallallahu dedi ki, Allaha and olsun ki, bizim qələbəmiz yaxındır. Belə deməklə, qoşunun içində də qoşun eşidəcək qədər dedi ki, ay qoşun, xəbəriniz olsun ki, bizim qələbəmiz yaxındır. Belə ona görə deyirdi ki, qoşun eşidə bilər bu arada ki, Bəni Qureyzə xəyanət eləyib. Çünki Mədinənin daxilində artıq bir saxnaşma yaradacaq da, qoşun narahat olmasın. Ona görə dedi ki, bax, Peyğəmbərdir də, xəbəriniz olsun ki, bizim qələbəmiz yaxındır. Və Bəni Qureyzənin yavaş-yavaş təcavüzləri başladı. Onların planı belə idi ki, gecə ilə hücuma keçsinlər və Mədinənin arvad uşaqlarını qorxutsunlar və soyğunçuluq eləsinlər. Belə bir hadisə nəql edirlər ki, Peyğəmbərin bibisi Səfiyyə deyir ki, mən Həssan ibn Sabitin evində idim, o da öz evində idi arvad uşağı ilə. Gördüm ki, bir nəfər üzörtülü bir kəs keçir və mən dedim ki, Həssana dedim ki, bu adam nəsə yaxşı adama oxşamır. Onun niyyəti mən elə bilirəm ki, onun yaxşı niyyəti yoxdur. Onu buradan uzaqlaşdır. Həssan da dedi ki, mən onunla döyüşməyə mənim hünərim yoxdur. Ona görə də mən istəyirəm, qorxuram ki, başıma bir problem gələr. O xanım deyir ki, mən özüm məcbur qaldım, əlimə bir dəmir parçası aldım və bayıra çıxdım. Yəhudi kişinin başına bir zərbə vurdum və onu öldürdüm. Bax, artıq deməli, onlar başlamışdılar Mədinədə həmin o çaxnaşma yaratmağa və onları qorxutmağa və s. Deməli, Peyğəmbərə xəbər verilir ki, Bəni Qureyzə Qureyşdən 2000 döyüşçü istəyib. 2000 döyüşçü istəyib ki, artıq daxildə bir çaxnaşma yaratsın. Bu vaxtı Peyğəmbər neynədi? Zeyd ibn Harisə ilə Məsləmə ibn Əsləmi 500 dənə mücahidlə şəhərə göndərdi və onlara tapşırdı ki, şəhərə girib möhkəm təkbir desinlər. Həm qadın uşaqlar bilsinlər ki, artıq İslam ordusu Mədinədədir, onları qoruyur, ona görə rahat olsunlar. Həm də elə Bəni Qureyzənin də xəbər olsun və onların təcavüzünün qarşısı alınsın. Bu arada başqa bir hadisə baş verdi. Düşmən ordusu onsuz da gəzirdilər ki, nəsə bir taktika ilə bu xəndək məsələsini həll eləsinlər. Böyük ərəb cəngavəri olan Əmr ibn Əbdəvid o da döyüşə qatılmışdı və deməli o və onunla bərabər 4 nəfər, yəni cəmi 5 nəfər mühafizənin az olduğu və yerin də nisbətən belə deyək ensiz olan, xəndəyin ensiz olan bir yerindən bu 5 dənə atlı içəri keçə bildilər. Burada bir dənə də hadisə var. Bunu da deyim, ondan sonra Əmr ibn Əbdəvidin hadisəsini danışım ki, ondan deməli Bəni Qureyzə deməli 2 dəvə onların artıq bir aydır mühasirədədirlər deyə azuqələri bitirdi və artıq bəzi qəbilələr qayıtmaq qərarına gəlirdi. Ona görə Bəni Qureyzə
2 dəvə yükü xurma göndərdi onlara və bunu yolda müsəlmanlar gördülər və əllərindən aldılar. Sonra bu arada Əbu Süfyan peyğəmbərə məktub yazdı ki, biz böyük bir ordu ilə gəlmişik, amma sən bizimlə döyüşmək istəmədin, qəddək qazdın. Amma xəbərin olsun ki, biz bir qırğın törətməyəcək qaydan deyilik. Peyğəmbər də dedi ki, sən nə vaxtdandır özünə arxayınlaşıb elə düşünürsən ki, İslam'a son qoya bilərsən. Amma sən onu bil ki, bunu heç vaxt bacarmayacaqsan. Tezliklə məğlub olub geri dönəcəksən və xəbərin olsun ki, mən Qureyşin böyük bütlərini sənin gözünün qarşısında sındıracağam. Doğrudan da belə olur. İndi inşallah oralara çatanda görəcəksiniz ki, Məkkənin fəthində Əbu Süfyanın gözünün qabağında bütün bütlər sındırılır. Hətta bəzi regionlara, qəbilələrə bütləri sındırmaq üçün Peyğəmbər Əbu Süfyanın özünü göndərir. Təsəvvür edin, Əbu Süfyan özü gedir, bəzi regionun bütlərini sındırır. Bax, belə bir məzmunda Peyğəmbər ona məktub yazır və bu məktubu onun ordusundan da eşidən olur. Əbu Süfyanın ürəyinə ox kimi sancılır sanki bu məktub və ordu da bunu eşidən kimi ordunun da müqaviməti sanki sarsılır. Amma hələ də öz fikirlərindən dönmək fikirləri yox idi. Deməli, dediyimiz kimi Əmr ibn Əbdəvid 4 nəfərlə keçdi. Onlar Əkrəm ibn Əbu Cəhil idi, Hubeyr ibn Vəhəb idi, Nofəl ibn Abdullah idi və Zirar ibn Xəttab idi. Bunlar deməli keçdilər həmin o xəndəyi ən dar yerindən tullanaraq keçdilər və Əbdəvid onların içində çox belə deyək qorxulu bir cəngavər idi. Ona Yəlyəl deyirdilər, Yəlyəl deyirdilər. Çünki o bir dəfə 1000 nəfərlik qoşunu qabağından qaçırtmışdı. 1000 nəfərlik qoşunu tək qabağından qaçmışdı onun. Yəni çox qorxulu bir döyüşçü idi. Ona görə də çıxdı meydana, dedi ki, ay müsəlmanlar, bayaqdan biz burada qışqırırıq, çağırırıq. Niyə heç kəs bizim qabağımıza çıxmır? Demirsiniz ki, tarixin yazdığı sözlərdir. Bunlar əhl-i sünnətin, şiənin, ümumiyyətlə tarixin yazdığı sözlərdir. Dedi ki, demirsiniz ki, bizlər öləndə cəhənnəmə gedirik, siz ölsəz cənnətə. Onda gəlin məni cəhənnəmə göndərin. Ya da gəlin mən sizdən öldürüm, cənnətə gedin də. Demirsiniz öləndə cənnətə gedirsiniz. Gəlin sizi öldürüm, cənnətə gedirim. Nə qədər biz rəqib tələb eləyək? Mənim çığırmaqdan, qışqırmaqdan boğazım tutuldu ki, belə deyirdi, rəcəz oxuyurdu. İslam ordusuna doğrudan da bir qərbə bir sükut hökm sürürdü. Çünki Əmr ibn Əbdəvidin qarşısına kim çıxa bilərdi ki? Peyğəmbər dedi ki, bu adamın səsini kim kəsər, şərrini kim bizdən uzaq eləyər. Bu kitabınızda yoxdur, amma mən bir yerdə oxumuşdum ki, hətta Peyğəmbər buyurur ki, kim onunla döyüşsə, hətta öldürülsə, onun cənnətə getməsinə mən zaminəm. Mən onun cənnətə getməsinə zaminəm. Tək ki, bunun qarşısına kimsə çıxsın. Heç kəs çıxmağa cürət etmirdi. Peyğəmbər hər dəfə deyəndə əleyhissalam deyirdi ki, mən çıxaram. Peyğəmbər deyirdi, başqa kim var? 3-cü dəfədə əleyhissalamı artıq onunla döyüşə hazırladı. Peyğəmbər öz qılıncını Həzrət Əliyə verdi, əmmaməsi onun başına qoydu və dua elədi ki, ilahi, Bədirdə Übeydə ibn Harisi, Uhudda da Həmzəni məndən almısan, amma bu döyüşdə əlini düşmənin şərrindən qoru. Əleyhissalam tez meydana tərəf irəlilədi və Peyğəmbər orada buyurdu ki, imanla şirk indi üz-üzə duracaqlar. Bütün imanla, bütün şirk. Əmr ibn Əbdəvid şirkin özüdür. Əleyhissalam da imanın özüdür. Və Əleyhissalam o ki, rəcəz oxuyurdu Əmr ibn Əbdəvid, əleyhissalam da rəcəz oxudu. Təqribən mənası buyurdu ki, tələsmə, sənin qarşına indi güclü döyüşçü gəlib. Əleyhissalam da başdan ayağa silahlanmışdı, əynində dəmir zirih var idi, başına dəbilqə qoymuşdu və dəbilqənin dəliklərindən yalnız gözləri görsənirdi. Əbdəvid rəqibinin kim olmasını soruşanda əleyhissalam dedi ki, mən Əli ibn Əbi Talibəm. O dedi ki, səni qanına qəltan etmək istəmərəm, çünki sənin atanla mən dostam. Və nə əcəb Muhammed sənin kimi cavan adam idi, əleyhissalamın yaşı az idi, 20 neçə yaşı var idi. Təqribən mənim hesablamama görə
20 25-26 yaşı vardı. Mən təqribən belə hesablayıram. 25-26 yaşı vardı. Çünki deməli hicrət Besətdə onun 10 yaşı var idi. Sonra hicrətdə onun 23 yaşı var idi. İndi də hicrətin 4-cüdür, 27 yaşı var. 26-27 yaşı var Əli əleyhissalamın. Əmr ibn Əbdəvidin də yaşı çoxdur. Yəni Əli əleyhissalam onun yanında gənc kimi, uşaq kimidir. Ona görə dedi ki, səni nə əcəb sənin əmin oğlun səni mənim üstümə göndərib. Yəni o nə ağılla göndərib. Sonra dedi ki, mən səni nizənin ucunda qaldırıb göydə elə saxlayaram ki, nə ölü olarsan, nə diri. Yəni sən uşaqsan da, belə demək istəyir. İbn Əbil Hədid Nəhcül Bələğəyə təfsir yazan adamdır. O deyir ki, mən ustadım Əbülxeyrdən bu hadisəni şərh eləyərkən eşitmişdim ki, o deyirdi ki, əslində Əmr ibn Əbdəvid Əli əleyhissalamdan qorxurdu. Baxmayaraq ki, belə bir cəngavər idi, amma Həzrət Əlinin Bədirdə və Uhuddakı o cəngavərliyi onun qulağına gedib çatmışdı. O onlardan xəbərdar idi. Ona görə də əslində Əli əleyhissalamdan qorxurdu və ondan döyüşmək istəmirdi. Amma Əli əleyhissalam onun cavabında dedi ki, o ki deyəndə ki, mən səni nizəyə qaldıraram, nə ölü qalarsan, nədir? Əli əleyhissalam dedi ki, sən mənə görə narahat olma. Mən zaten hər iki halda ölsəm də xoşbəxtəm, amma sən isə hər iki halda cəhənnəmliksən. Ondan sonra Əli əleyhissalam ona dedi ki, mənim xəbərim var ki, sən Kəbənin parçasından tutaraq əhd eləmisən ki, döyüş meydanında sənin 3 istəyindən birini mütləq qəbul eləyəcəksən. Mənim səndən birinci istəyim budur ki, İslamı qəbul elə. Əmir dedi ki, yox, Əli, bu baş tutası deyil. Bu istəyini qəbul etmirəm. Sonra dedi, ikinci istəyim budur ki, onda döyüşmə fikrindən əl çək, çıx get. Dedi ki, bunu da eləsəm, onda mən rüsvay olaram. Cəmaət elə bilər ki, mən döyüşdən qorxan adamam. Əli əleyhissalam dedi ki, onda üçüncü sözüm budur ki, mən piyadıyam, amma sən at üstündəsən. Atdan düş, ikimiz də piyada olaq, onda belə döyüşək. Əmir dedi ki, bu çox kiçik bir istəkdir, inanmazdım ki, məndən belə bir şey istəyəsən. Hər halda döyüş başladı. Hər ikisi də çox, belə deyək, əzəmətli döyüşçüdür. Həm Həzrət Əli əleyhissalam, həm Əmr ibn Əbdəvid. Toz duman qalxır, o kənardakılar onları izləyə bilmirlər ki, nə baş verdi, nə oldu. Amma sonradan deyilənlərdən belə nəticə olur ki, o Əli əleyhissalamın başına bir qılınc zərbəsi endirir və çox güclü qılınc zərbəsi olur deyə dəbilqədən də keçir, Əli əleyhissalamın başını yaralayır. Amma Əli əleyhissalam həmən vaxtı onun ayağının ya birini ya da ikisini də kəsir. Ayağının ya birini ya da ikisini də kəsir və o yerə düşür. Yerə düşür, bu vaxtı Əli əleyhissalamın təkbir səsləri eşidilir və orada müsəlmanlar başa düşür ki, elə həm müsəlmanlar, həm də düşmənlər başa düşür ki, Əli əleyhissalam qalib olub. Və o 4 nəfər ki keçmişdilər Əmr ibn Əbdəvidlə Xəndəyi, onun 3-ü həmən yerdən qayıdıb keçirlər öz qoşunu olan tərəfə, amma bir nəfər Nofəl adındakı keçə bilmir, yıxılır Xəndəyə və orada mühafizədə olan müsəlmanlar onu daşqalaqla öldürmək istəyirlər. Bu dəfə o qışqırır ki, bu insafdan uzaqdır. İçinizdə bir nəfər varsa gəlsin təkbətək döyüşək, məni belə öldürməyin. Əli əleyhissalam gəlir ondan döyüşə və Əli əleyhissalam onu da öldürür. Bu dəfə düşmən qoşunu vahimə bürüyür və hamı heyrət içində idi. Əbu Süfyan özü heyrət içində idi və bayaq dediyim kimi elə bildilər ki, Nofəli müslə eləyəcəklər, amma onun müqabilində 10.000 dinar da verməyə hazır idi. Amma Peyğəmbər dedi ki, onun nəşini verin, aparsınlar. Bilmirəm, yorulmusunuz, yoxsa tarixin bu yerləri maraqlıdır deyə bəlkə də diqqətlə qulaq asırsınız, bilmirəm, görmürəm. Amma vaxtımıza var deyə biraz da davam eləmək istəyirəm. Əgər siz də yorulmamısınızsa, biraz da davam eləmək istəyirəm. Bir aylıq mühasirə, onsuz da aclıq, qıtlıq, bu kimi şeylər onları demotiv eləmişdi. Yəni onlar demək olar ki, əl qolları soyub məyus olmuşdular.
Bu dəfə də Əli əleyhissalamın Əmr ibn Əbdəvidi Nofəli öldürməsi, keçə biləcək 5 nəfərin ikisini öldürməsi, o bir 3 nəfər isə qaçıb canını qurtarması demək olar ki, onların qoşununda bir çaxnaşma yaratmışdı. Öz pis təsirini qoymuşdu orada. Bu tərəfdən də Əli əleyhissalam gəldi. Bilirsiniz, orada bir hadisə də baş verib. Hərçənd ki, bizim kitabımızda yoxdur. Amma bunu çox eşitmisiniz ki, möminlər soruşdular Peyğəmbərdən ki, bəs Əli əleyhissalam nə üçün işi bitirmir? Yəni, dedi ki, özü gələndə deyər. Sonra soruşdular, Əli əleyhissalam dedi ki, mən onun ayaqlarını kəsdim. Bu dəfə bəzi tarix deyir ki, Əli əleyhissalama söyüş söyür. Anasına söyüş söyür. Bəzi tarix deyir ki, ağzının suyunu Həzrət Əlinin üzünə atır. Əli əleyhissalam insandır deyə orada təbii olaraq bir ona qəzəb gələ bilər. Yəni anasına söyüş olub deyə və yaxud da başqa. Ona görə də o Əli əleyhissalam Peyğəmbərdir. Peyğəmbər soruşur onu. Deyir ki, mən o dəqiqə onun başını kəsmədim. Mən biraz var-gəl etdim, get-gəl etdim. Tamam hisslərim aradan getdi və onun başını qurbətən ilə Allah kəsdim. Allah üçün kəsdim. Öz hisslərimə görə kəsmədim. Peyğəmbər Əli əleyhissalam barəsində buyurur, çox məşhur cümlədir, çox məşhur sözdür və bu Peyğəmbər, bu Həzrət Əliyə deyilmiş bir söz, yəni qoy bir deyim onu, sonra biraz izah eləyərəm. Nə dedi Peyğəmbər? Hamınızın bildiyiniz kimi dedi ki, Əlinin həmən bu Xeybər günü vurduğu bu zərbə bütün insanların və cinlərin, həm insanların, özü də qiyamətə qədər. Bütün insanlar nə qədər ki, dindarlıq ediblər və cinlər, hamısının ibadətindən üstündür. Bu çox böyük bir sözdür, çox böyük bir məqamdır, dərəcədir. Bir də ki, bu, baxın, bunu demək istədim, bu, məsəl üçün, Cəfər Subhani buyurur ki, bu kitabın müəllifi də deyir ki, Əli əleyhissalam Peyğəmbərin hüzuruna qayıdandan sonra vurduğu zərbəyə ən layiqli qiyməti Peyğəmbər özü verdi. Baxın, biraz ən layiqli qiymət verdi, bilirsiniz nə? Sanki tərif dedi. Məsələn, bəzən bir işin müqabilində ona nəsə bir tərif deyilir və yaxud da ona hansısa bir təltif, bir şey təltif olunur, mükafatlandırılır. Görəsən, bu söz var idi ya, ki, Əlinin vurduğu zərbə insanları və cinlərin ibadətinin üstündür. Görəsən, bu bir mükafatlandırmadır, bu bir ən layiqli qiymətdir. Yoxsa bu bir həqiqətin izharıdır. Nəinki Peyğəmbər onu mükafatlandırır. Peyğəmbər orada müşahidə elədiyini insanlara açıqlayır. Yəni, orada mükafatdan danışmır. İndi bəlkə də Cəfər Subhani da elə bu mənanı demək istəyir, amma zahirən başqa söz oxunur buradan ki, ən layiqli qiyməti verdi. Ən layiqli qiyməti verdi, yəni bu mənada başa düşməliyik. Bu mənada başa düşməliyik ki, Peyğəmbər onun o zərbəsinin həqiqəti necədir? Həqiqətinin dəyəri nədir? Onu dedi. Nəinki Peyğəmbər belə dedi ki, yəni mükafatlandırdı. Mən Əlinin bu zərbəsini bütün insanların ibadətlərindən üstün sayıram. Yox, bütün insanların yox. Bura hətta qoy cinləri də əlavə eləyim. Belə deyil idi. Yəni Peyğəmbərin öz əlində olan bir şey deyil idi. Buna təyini deyirik. Təyini deyil idi. Bu mükafatlandırma təyini deyil idi. Bu mükafatlandırma sözün həqiqi mənasında Əli əleyhissalamın işinin dəyərini insanlıq üçün açırdı. Ki, doğrudan da Əlinin belə bir işi o qədər ixlaslı, o qədər mükəmməldir. Həm də hadisənin özü elə bir hadisədir ki, əgər Əli əleyhissalam orada uduzsa, məğlub olsa, artıq onların qabağına heç şey çıxmaz və düşmən ordusu məğlub olardı. Daha doğrusu, düşmən ordusu qalib olardı. Həm Əli əleyhissalamın İslamı qurtarması, həm də ki, Əli əleyhissalamın belə deyək, əməlinin ixlaslılığı, əməlinin dəyəri o qədərdir ki,
Peyğəmbər buyurur ki, bu kişinin bu əməlinin dəyəri bütün insanların ibadətini bir yerə yığsan, həmçinin cinlərin də, Əli əleyhissalamın ibadətini də tərəzinin o biri gözünə qoysan, Həzrət Əlinin bu əməlinin ağırlığı görün nə qədərdir. Görün, bir insanın bir zərbəsinin dəyəri bu qədərdir. Halbuki Əli əleyhissalam 63 il ömür sürüb. Həzrət Əli əleyhissalamın görün nə dəyərli əməlləri var. Belə olmalı idi də, yəni Əli əleyhissalam əzəmətli şəxsiyyətdir. Onun etdiyi əməlin o qədər dəyər var. İndi bu məsələni biz məsələn imamət bəhsində keçəcəyik. Bu aralar ora gəlib çatmışam. İslam etiqadında imamət bölməsində bura gəlib çatmışıq ki, insanın əməllərinin dəyəri onun kimliyinə bərabərdir. Yəni mən də sədəqə versəm, Ağa Behçət də sədəqə versə, ikimiz də eyni pulu versək, yaxşı, onun sədəqəsinin dəyəri mənimkindən çoxdur. Niyə? Çünki onun özünün kimliyi mənim kimliyimdən üstündür. Eyni formada olan bir işi 2 nəfər yerinə yetirsə, həmən şəxslərdən hansı daha mənəviyyatlıdırsa, hansı daha ixlaslı, müxləsdirsə, hansı daha ilahi aşiqdirsə, onun əməlinin dəyəri təbii ki, üstün olur. Bunu biz başqa şeylərdə də görürük. Məsələn, mənim tələbələrim hər ikisi oturublar, diqqətlə qulaq asırlar. Hansının istedadı daha çoxdursa, o dərsdən daha artıq təsirlənir. Hansının ürəyi daha nuranidirsə, bu hadisələr onun ürəyin ona daha artıq təsir qoyur. Hər yerdə belədir. Yaxşı, həmişə belə olur. Mənəvi cəhətdən də belədir. Mənəvi cəhətdən də belədir. Hər kəsin əməlinin dəyəri onun şəxsiyyəti, kimliyi qədərdir. Əli əleyhissalamın kimliyi elə bir kimlikdir ki, onun o zərbəsi döyüşçüdür də, ölümə çıxıb orada. Əmr ibn Əbdəviddən bəlkə də 2 dəfə balacadır. Yaşda. Bəlkə də cüssədədir. Görmürsünüz, onun cüssəsini elə gör ki, deyir, mən mizrağımla səni göydə saxlayaram, nə ölü olarsan, nə diri. Məlumdur ki, vəziyyət necəymiş. Amma Əli əleyhissalamın iman gücü hardadır? Ümumiyyətlə, Əli əleyhissalamın çox şeylərdə belə eləyirdi. Məsəl üçün, Xeybərdə o ağır bir qapını ki, qaldırır, ağır qapını qaldırır, qopardır yerindən. Bunu Əhl-i Sünnət də yazır, Şiə də yazır, dünya tarixi də yazır ki, Əli əleyhissalam belə bir iş gördü. Sonra özü deyirdi ki, bu bir insanın qüdrətinə uyğun bir şey deyil. Mən bunu Allahın izni ilə yerinə yetirdim. Allahın mənə qeybi köməyi ilə mən bu işi elədim. Yəni, Əli əleyhissalamın ruhiyyəsi belədir. Əli əleyhissalamın belə bir ruhiyyəsi var və o ruhiyyənin də özünə məxsus bir qüdrəti var. Ona görə də Əli əleyhissalamın döyüşdə qələbə çalması onun o kimliyindən doğan hərəkətlər idi deyə, xüsusən zərbə və Peyğəmbər o zərbənin həqiqi dəyərini açıqlayır ki, o bütün insanları və cinlərin ibadətindən üstündür. Yəni, mən deyirəm belə olsun, yox, sözün həqiqi mənasında. Qiyamət günündə bütün insanların əməllərini tərəzinin bir gözünə, Həzrət Əlinin bir dənə o zərbəsinin dəyərini bir gözünə qoysan, Həzrət Əlinin zərbəsi ağır gələr. Allahu Əkbər, Allahu Əkbər. Bu nə qədər, belə deyək, əzəmətli bir məsələdir. Axırıncı cümləm də budur ki, Əmr ibn Əbdəvidin əynində çox qiymətli zireh var idi və həmişə döyüş qəniməti olaraq döyüşçülər öz öldürdükləri kəsin zirehini, qılıncını və onları götürürdü. Bunun da əynində çox qiymətli bir zireh var idi. Amma Əli əleyhissalam heç onu götürmədi, əl də vurmadı. Deyirlər ki, Əmr ibn Əbdəvidin bacısı bu hadisəni eşidir ki, onun paltarlarını çıxartmayıb da Həzrət Əli, zirehini götürməyib. Onda dedi ki, mən bir kəramətli kişinin, gözü tox kişinin, mənim qardaşım belə bir kişinin əli ilə öldürülüb deyə mən çox narahat olmuram və kədərlənmirəm. Onun üçün də ağlamıram. Əgər deyir, belə olmasaydı ağlayardı. Bugünlük dərsimiz bu qədər əzizlər. Vaxtımız da bitdi. Təşəkkür edirəm hər birinizə.
xoş sözlərinizə görə. Gecəniz xeyrə qalsın. İnşallah gələn dərs görüşəcəyik. Sağ olun.